Herkese salamlar, kanalıma videoma hoş geldiniz. Bu yeni bir videoda karşınızdayım. Videoya geçməkdən və kanala destek olmaq üçün abunə ola bilərsiniz. Videomu bəyəndiysə like da bilərsiniz. Həmçinin dostlar Telegram kanalımıza hər birinizi gözləyirəm. Burada sistemlər və kriptovalyutalar haqqında məlumatlar paylaşır, alış-satış siqnalları paylaşır, şəxsi analizlərimi, airdroplar paylaşıram. Yəni hər birinizi gözləyirəm. Bir maliyyə cəmiyyəti qurmuşuq. Bir Azərbaycanda maarifləndirmə cəmiyyəti qurmuşuq. Və çalışdığım qədər hər birinizə investisiya barəsində öz təcrübələrimi və biliklərimi ötürməyə çalışıram. Və müzakirə qrupumuz da var. Burada gələ bilərsiniz, suallar verə bilərsiniz, müzakirə edə bilərik. Həmçinin bir sizin də əlavə məlumatlarınız varsa, onu da bölüşə bilərsiniz. Gəlin videoya keçək. Bugünkü videoda sizlərlə böyük büdcə ilə necə investisiya etməliyik? Bu haqda danışacağam. Kiçik büdcə ilə danışmışdım. Bu səfər böyük büdcə ilə danışacağım. Deməli, böyük büdcə ilə investisiya etmək, ümumiyyətlə o baxır, yəni sizin deməli birinci dəfə mi edirsiniz, ya bundan əvvəl də edirdinizmi, yəni davam mı edirsiniz böyük büdcə ilə davamlı olaraq investisiya etmək. İlk öncə böyük büdcə ilə investisiya edirsinizsə, yəni böyük büdcə deyəndə nəyi nəzərdə tuturam? Tutaq ki 5000, 10000 manat, yəni minimum bunları nəzərdə tuturam böyük büdcə olaraq. Böyük büdcə ilə investisiya edirsinizsə, çalışdığınız qədər bu büdcənin hardasa 60%-ni çox aşağı riskli böyük korporasiyalara yatırmağınızı tövsiyə edirəm. Yəni nə mənada? İndi sizlərə göstərim. Deməli, buradan hissələrə keçək. Siz əsasən ilk olaraq deyim ki, Azərbaycandan deməli ABŞ şirkət səhmlərinə yatırım edə bilirik və həmçinin ETF-lərə yatırım edə bilirik ki, bu ilə digər şirkətlərin ümumi olaraq bir səbət halında yatırım edə bilirik. Əgər ki, dediyim kimi böyük büdcə ilə yatırım edirsinizsə, böyük korporasiyalara yatırım etməlisiniz. Büdcənizin hardasa 60%. Məsələn, Nvidia-ya, Google-a, Apple-a, Microsoft-a, Amazon-a. İndi bu da öz yerində təbii bunların yatırım etmə deməli səviyyələri var. Əsasən böyük büdcə ilə yatırım edənlər üçün əgər həqiqətən də etmək istəyirsinizsə, böyük büdcəniz varsa, mənim VIP qrupum var. Bunu deməli deyə bilərsiniz ki, ödənişə görə və s. reklam edir. Lakin həqiqətən də bu qrup VIP qrupda ödəniş almamız səbəbi budur ki, simvolikdir. Yəni aylıq 50 AZN 50 manata sizlərə VIP qrupda investisiya etməyə kömək edirəm. Necə büdcəni bölüşdürməyə və s. hara yatırım etmə, hardan yatırım etmə. Yəni bu simvolik bir şeydir. Çünki bilə bilmərəm bu məsələn bu qrupda hamı yatırım etmir təbii olaraq. Bir hissəsi yatırım edir, bir hissəsi izləyir, bir hissəsi bəlkə hesabını silib çıxıb Telegramdan. Yəni hər cürə hesab var. Ona görə də VIP qrup açmışam ki, burada ancaq yatırım edənlərlə işləyirik və böyük büdcə ilə işləyirik ki, sizlərə dəstək göstərə bilim. Və bunun üçün də simvolik olaraq 50 azın bir məbləğ təyin etmişəm aylıq olaraq. Belə, yəni 60%-ni belə yatırım edirsiniz. Məsələn, böyük şirkətlərə dediyim kimi Nvidia, Google ola bilər, Apple ola bilər, Amazon, Broadcom. Bayaq da dediyim kimi bunların alış-satış yerləri var. Yəni onun üçün VIP qrupumuza gələ bilərsiniz və yaxud özünüz də yəni öyrənə bilərsiniz texniki analiz necə edilir, alış-satış necə edilir, hardan almaq, hardan satmaq lazım, bunu necə tapırıq və s. Və Tesla-ya, Meta-ya, Broadcom, Amazon bu kimi şirkətlərə yatırım edirsiniz 60%-ni demirəm indi, bunlar misal gətirirəm. Və digər deməli 60%-i budursa, digər sizlərə məsləhətim budur ki, 30%-ni az riskli şirkətlərə yatırım edəsiniz. Az riskli deyəndə, yəni bazar dəyəri daha aşağı, amma yenə də çox riskli olmayan şirkətlərə yatırım edə bilərsiniz. Məsələn, sizlərə nümunə çəkim. Məsələn, biz MicroStrategy-yə yatırım edirik. Deməli, Bitcoin Holding şirkətidir. Həmçinin Robinhood-a yatırım edirik. Marvel-a yatırım edə bilərsiniz. Ayva Technology-yə yatırım edə bilərsiniz. Və yaxud başqa deməli Upstart şirkəti var. Bu da bank kimi bir şirkətdir. Buna yatırım edə bilərsiniz. Sophie Technology var. Yəni bu kimi şirkətlərə yatırım edə bilərsiniz dediyim kimi. Həmçinin Uber var. Uberə də yatırım edə bilərsiniz. Uber yaxşı şirkətdir. Belə dediyim kimi 30%-ni də buna etdiniz. Qalan 10%-ni nə edək, nə etməyək bunu sual verirsiniz. 10%-i əsas məqamdır, bəli, əsas məqam. Niyə? 10%-ni dostlar riskliyə ayırırıq. Riskli şirkətlərə. Batan şirkətlərə yox, riskli şirkətlərə ayırılır. Bunu da necə bu penny stock adlanır əsasən. Burada penny kiçik səhmlər bu videoma baxa bilərsiniz. Bir də penny stocklar haqqında bir neçə videom var. Yəni ümumiyyətlə deməli dediyim kimi bu video əsasən baxa bilərsiniz və yaxud deməli kiçik büdcə bu videoya baxa bilərsiniz. Yəni bir neçə videomuz var ki, penny stocklar haqqında. Bunlara baxaraq penny stocklara yatırım etməyi öyrənə bilərsiniz.
Və buradakı gördüyünüz kimi kiçik səhmlərin 10%-ni bölüşdürərək iri gəlirlər qazana bilərsiniz. Təbii iri gəlirlər qazandıracaq çox peni stoklar həqiqətən də. Belə dostlar, bugünkü video bu qədər. Dediyim kimi, bugün böyük investisiyanın bölüşdürülməsindən və böyük investisiya ilə bazarda necə hərəkət etməli olduğumuzdan danışdım. Sağ olun, salamat qalın. Ümid edirəm açıqlayıcı video oldu. Gələn videolarda görüşərik.